Herkese uşaqlar, bugün sizinlə birlikdə sınav İngiliz sınavına iştirak edirəm. Gəlin başlayaq. Sınav 21 sualdan ibarət olacaq. Burada da belə bir şəkillər verəcək bizə. Biz bunların adını tapacağıq. Belə başlayaq. Birinci sualda nə veriləcək? Belə bir kiçik bir qələm qabı verir. Biz bunu nə deyirik az dilində? Qələm qabı deyirik. Biz qələmi İngilis dilində nə deyirlər? Qab, yəni pencil. Deməli, burada cavab hazırdır. Pencil kaşı. Pencil kaşı, pencil qələm deməli, kaşı da qab deməli. Qələm qabı. Kaş qab deməli. Kaşı qələm qabı deməli. İkidə nə verir? Belə bir dəftər verir. Bunu kitabla səhv sala bilərsiniz, amma ki bu dəftərdir. Dəftər İngilis dilində copy book verir. Book isə kitabdır uşaqlar. Baxın, bununla bunu səhv salmayın, qəti halda. Bu dəftərdir, bu kitabdır. Bu copy book. Bu copy bookdur. Bu isə bookdur. Copy book. Bu isə İngilizcədə işte book. Dörd nədir? Dörd desk. Yəni bu parti deməkdir. Şagirdin məktəbdə oturduğu parti desk adlanır uşaqlar. İngilis dilində. 5. Bu nədir uşaqlar? Adı bir rəngli qələm və buna İngilis dilində karin deyirlər. Səsləməsə fosforlu qələmdir. Digəri 6. Baxın, kitab rəfi. Bu kitab rəfi book kası adlanır. Book kası. Ən birinci son nədir? Qələm qabı. Bu da kitab rəfi. Kitab qabı elədik. Stand up. Oyanın yoxsa qalxın uşaqlar. Stand up. İngilis dili müəllim deyir stand up uşaqlar qalxın. Stand up qalxın deməlidir. Oyanın ayrıdır, stand up ayrıdır. Və sonra salamlaşırsınız müəllimdən. Müəllim deyir sit down, yəni əyləşin. Salamlaşdınız, ucu əyləşmək lazımdır. Bu da əyləşin deməli. Sit down. Sit down, əyləş, stand up, qalx. Bu nədir? Pendi, pensildir. Uşaqlar, bu pensildir. Pensil sarı qələm adlanır. Bu nədir? Bir çanta, kiçik bir çanta. Bu çanta bağ adlanır. Yəni çanta bağdır. İçində də məktəblər, yazıları var. 11. Bu qələmdir. Yəni ruçka qələm. Bu pen adlanır. Sadə qələm pensildir. Qələm isə pendir. Burada bizdən soruşur ki, bu şagirdlər kimdir? Yəni bunlar nədir? Bu doktor, yoxsa deyəsə, uşaqlar, doktor həkim deməkdir. Student isə şagird deməkdir. Və bunların formasına baxın, üzünə, saçına. Bunlar bilinir kəslərdir, şagirdir. Çünki formaları, doktor belə olmaz, doktor ayrı cür olur. Olacaq student isə. Deyir, bura haradır? Burada olsa deməkdir, bura haradır? Bura bir məktəbdir. Yəni school, hospital, xəstəxanadır. 15. Bu kimdir? Teacherdir yoxsa senior? Bu tutordur. Yəni müəllim. Lövhədə bizə dərsi başa salan kimdir? Müəllim. Bu da teacher adlanır. Bu ad nədir? Lövhədə getsəyir uşaqlar. Bu ad lövhədir uşaqlar. Bu ad. Baxın, bu var bu lövhədir. Table əslində. Taxta deyil bu, stuldur. Stol. Computer, zoomdur. Aha, burada deyim ki, İngilis dilində C kimi yazılan hərflər K kimi tələffüz olunur uşaqlar. Klaviatura yoxsa kompüter. C ilə başlayan dediyim yazılışıyla C olan, amma deyilsə K olan sözlər ayrı olur. Məsələn, bu computer yazmışıq. Kompüter tələffüz edirik. Köylə tələffüz edirik, promo dedik ki, bu kompüterdir. Kayıt. Kayıt. Stuldur yoxsa ağacdır. Kayıt, stul deməkdir uşaqlar. Stul. Bu stul idi, bu stul idi. 20 nədir? Rulerdir. Aha, son sualımızdır. Bu nədir? Bozon. Rulerdir yoxsa rulerdir uşaqlar. Bu bilirsiniz nədir?
ingilis dilindəsin bizdən soruşur. Baxın, pozan ingilis dilisi